Aleykümselam rahmetullahi ve berekatuhu. Soruşursan ki deyyus cənnətə girməyəcək. Həmçinin də eşidirsən ki, o kəs ki evdə hökmü arvada verirsə də, həmçinin bu kəs belə bir şey eşitibsən. O hədis var Peyğəmbər sallallahu əleyhi və səlləm ki, üç kəs cənnətə girməyəcəkdir. Onlardan biri deyyus. Deyyus öz əhlini qısqanmayandır. Öz əhlini qısqanmayandır və onun üçün onun fahişəliyinə, hər şeyinə razıdır. Yəni və fikir vermir. Və kim girdi, kim çıxdı fərq eləmir onun üçün. İkinci olan kəs kişi kimi olan qadınlar. Qadınlardan özünü kişi kimi aparanlar. Kişiləşmiş qadın deyilir ona, yəni sanki kişidir. Özünü kişi kimi aparır, danışığı, hərəkəti, hər bir şeydə yəni. Üçüncü də araq içən kəs. Araq içmək burada mudmin, hansı ki bizdə o alkaş kimi sözü deyilir, yəni ona mudmin, mudmin arıq düşkünü olan kəs. Alimlər bunda açıqlama verirlər ki, hədisə şərh verirlər ki, əgər həmin insanlar bunları halallaşdırarsa da heç vaxt girməyəcəklər. Yox, halallaşdırmayıblarsa da birinci girənlərlə girməyəcəklər. Yəni birinci girənlərlə cənnətə girməyəcəklər. Yəni Allahın istəyi altındadır. Nə vaxtsa əzab çəkib, sonra isə daxil olacaqlar cənnətə, əgər tövhid əhlidirlərsə. Gəlin Allah bilir.